Deməli bu günləri biz dünya ölkələrinin inkişaf səviyyəsinə görə təsnifatından danışacağıq və biz bilməliyik ki, dünyada bütün ölkələrin hər birinin səsi bağlayaq zəhmət olmasa. Bütün ölkələrin hər birinin özlərinə görə fərqli inkişaf göstəriciləri mövcuddur. Və bu inkişaf göstəricilərini biz bəzi meyarlara əsasən qoyacağıq. Məsələn, onların əsasən əhalisinin sayına görə, təbii artımına görə, təhsilinə, həyat səviyyəsinə, məşğulluğa, yəni əhalinin işləmə səviyyəsinə görə, şəhər əhalisinin xüsusi payına görə və s. istehsal etdikləri məhsulların dəyərlərinə görə və bu məhsulların adam başına düşən payına görə biz bu ölkələri qruplaşdıracağıq və bu qruplaşmalar ölkənin də inkişaf səviyyəsini göstərəcək. Deməli, ölkələrin hər birinin gücünü, yəni onun inkişaf səviyyəsini müəyyən eləmək üçün biz ölkənin iqtisadi potensialına müraciət edirik. Əsasən, ölkənin iqtisadi potensialı da müəyyən bir dövr ərzində formalaşır. Yəni birdən-birə formalaşmır və müəyyən bir dövr ərzində yaradılır. Və ölkənin iqtisadi potensialı biz dedikdə əslində nəyə nəzərdə tutulur? Deməli, əhalinin həyat səviyyəsinə əsasən, əhalinin gəlirlərinə əsasən, əhaliyə olan xidmətin, göstərilən xidmətin səviyyəsinə görə biz iqtisadi potensialı götürürük və iqtisadi potensialın inkişaf etməsi də bunların hər birinə təsir eləyir və eyni zamanda bunların da hər biri, yəni əhaliyə göstərilən xidmətin səviyyəsidir, əhalinin həyat səviyyəsidir, əhalinin gəlirlərinin miqdarıdır. Bunların hər biri nə olur? İnkişaf edir, yəni bir-birlərinə təsir göstərirlər. Deməli, ölkənin inkişaf səviyyəsi yüksəldikcə onun istehsal etdiyi məhsullar və xidmətlərin dəyəri də artır. Yəni bunlar düz mütənasibdir. Ölkələr inkişaf etdikcə onların istehsal edildiyi məhsullar da eyni zamanda göstərdiyi xidmətlərin də keyfiyyəti artacaq. Ölkənin inkişaf səviyyəsini müəyyən eləmək üçün, iqtisadi potensialını müəyyən eləmək üçün biz müraciət eləyəcəyik ümumi daxili məhsula və ümumi milli məhsula. Deməli, ümumi daxili məhsul nədir? Ümumi milli məhsul nədir? Ümumi daxili məhsul ölkə daxilində istehsal edilən dövlət müəssisələrinin məhsulları, yəni dövlətin bir müəssisəsi var, ölkənin daxilində məhsul istehsal edir. Məsələn, götürək Azərsunu, Azərbaycan Respublikasının şirkətidir və Azərbaycanın daxilində məhsul istehsal edir və eyni zamanda ölkənin daxilində xarici şirkətin istehsal elədiyi məhsul. Məsələn, tutalım ki, Coca-Cola şirkəti xarici bir şirkətdir və Azərbaycan Respublikasının ərazisində məhsul istehsal edir. Ölkə daxilində milli şirkətin istehsal elədiyi məhsulla ölkə daxilində xarici şirkətin istehsal elədiyi məhsulun bir yerdə cəmi ümumi daxili məhsul adlanacaq. Yəni biz bilməliyik ki, hər iki halda istər ölkəyə, istər xarici bir ölkəyə məxsus olan şirkət olsun, məhsulu harda istehsal eləməlidir? Ölkənin daxilində istehsal eləməlidir. Ümumi milli məhsul nədir? Adından da göründüyü ki, milli. İstər ölkə daxilində dövlət müəssisələrinin, milli müəssisələrin istehsal etdiyi məhsulla ölkə xaricində milli şirkətlərin istehsal elədiyi məhsulların cəmi də ümumi milli məhsullar adlanacaq. Deməli, və ölkələrin inkişaf səviyyəsini biz müəyyən edərkən əsasən bunu ümumi daxili məhsula görə hesablayacağıq və ümumi daxili məhsula ölkə əhalisinin sayına böləcəyik ki, ölkə əhalisində adam başına düşən ümumi daxili məhsulu tapar və dövlətin inkişaf səviyyəsini də əsasən biz bununla müəyyən edə bilərik. Deməli, daha sonra ümumiyyətlə ölkədə iqtisadiyyatın strukturu da ümumi daxili məhsula əsasən təyin olunacaq və iqtisadiyyatın strukturu dedikdə iqtisadiyyatın strukturunda nələr nəzərə alınır? Ölkənin
hasilat sənayesinin, emal edici sənayesinin, xidmət sahələrinin və qeyri-xidmət sahələrinin və yaxud kənd təsərrüfatının payının olub-olmamasında. Deməli, inkişaf etmiş ölkələrdə əsasən emal edici sənaye və xidmət sahəsi üstünlüyü təşkil edir. Amma inkişaf etməkdə olan ölkələrdə isə əsasən kənd təsərrüfatı və hasilat sənayesi daha çox paya malikdir. Deməli, ölkələrin biz deyəcəyik ki, iqtisadi inkişaf səviyyəsi onların iqtisadi artımı ilə müəyyən olunur və iqtisadi artımında ən mühüm göstəricilərin biz desək, deməli, biz deyəcəyik ki, iqtisadi artımın ən mühüm göstəriciləri ümumi daxili məhsulun və ümumi milli məhsulun artmasıdır. Daha sonra ümumi daxili məhsulun və ümumi milli məhsulun hər adam başına düşən payının artmasıdır və iqtisadiyyatın sahələri üzrə adam başına düşən məhsul istehsalının artmasıdır. Təbii ki, bunların hər birinin artması ölkənin iqtisadi strukturunun artması deməkdir. Deməli, ümumi daxili məhsulu ən çox olan ölkələri biz desək, bunlardan ilk öncə biz Amerika Birləşmiş Ştatlarını tanımalıyıq, ümumi daxili məhsulun həcminə görə. Çin, Yaponiya, 4-cü sırada Almaniya, 5-ci sırada isə biz Böyük Britaniyanı bilməliyik. Adam başına düşən ümumi daxili məhsulun həcminə görə isə Lüksemburg, İsveçrə, İrlandiya, Norveç və ABŞ-ı biləcəyik. Deməli, dəyərli yoldaşlar, diqqət eləsəz, ilk 5-likdə ümumiyyətlə ümumi daxili məhsulun adam başına düşən həcmində Çinin ilk 20-likdə yer yoxdur. Bunu görə bilməyəcəyik. Amma halbuki Çin dünyada ən çox ümumi daxili məhsulun olduğu ölkədir. Niyə görə adam başına ümumi daxili məhsul Çində az düşür? Çünki Çində əhalinin sayı olduqca çoxdur. 1 milyard 300 milyondan çoxdur, dəyərli yoldaşlar. Deməli, daha sonra biz əsasən nədən danışacağıq? İqtisadi artımı biz bilməliyik ki, iqtisadi artım üçün ən vacib potensial insan amilidir. İnsanların, əhalinin sağlamlığı, əhalinin təhsil səviyyəsi, əhalinin həyat səviyyəsi iqtisadi potensialla birbaşa asılıdır. Və biz iqtisadi potensialında insan amilini hesablayarkən əsasən insan inkişaf indeksindən istifadə edəcəyik və insan inkişaf indeksi isə biz deyəcəyik ki, insanların həyat səviyyəsi müəyyən edilir insan inkişaf indeksi ilə və insanların həyat səviyyəsi onların sağlamlıqlarından, onların maddi vəziyyətlərindən, daha sonra onların mənzil və digər kommunallarla təmin olunmasından asıldır, dəyərli yoldaşlar. Və dünyada insanların həyat səviyyəsi əsasən iki göstəriciyə əsasən müəyyən edilir ki, bu göstəricilərdə həyat şəraiti və həyat keyfiyyətidir. Deməli, həyat şəraiti insanların maddiyyat səviyyələri ilə müəyyən olunacaq daha çox. Yəni, bu zaman adam başına düşən iqtisadi göstəricilərdən maddiyyatdan bəhs olunur. Yəni, iqtisadi göstərici dedikdə adam başına nə qədər belə deyək, pulun düşməsi götürülür və əhalinin həyat keyfiyyəti həm də maddi dəyərlərlə yanaşı, maddiyyatla yanaşı, ekoloji, iqtisadi, mədəni və digər sosial amillər də nəzərə alınır insanların həyat səviyyəsini ölçərkən. Yəni, bunları da biz nə etməliyik? Bu aspektlərdən də biz nəzərə almalıyıq. Deməli, müxtəlif ölkələrdə insanların həyat səviyyəsini müəyyən etmək üçün Birləşmiş Millətlər Təşkilatı hər il insan inkişaf indeksini hesablayır və insan inkişaf indeksini hesablayarkən əsas amillər, əsas göstəricilər nəzərə alınmalıdır ki, bu göstəricilər əsasən nələrdir? Deməli, burada əsasən orta ömür müddəti, ümumi daxili məhsulun adam başına düşən həcmi və təhsil alanların sayıdır.
əsasən insan inkişaf indeksində biz bu 3 vacib amilə diqqət yetirməliyik. Deməli, dünya ölkələri iqtisadi insan inkişaf indeksinə görə bir-birindən kəskin fərqlənirlər və insan inkişaf indeksini biz əsasən 0 ilə 1-in arasında olan göstərici olaraq götürəcəyik. Yəni bu 1 və 0 arasında dəyişəcək. Ən yüksək göstərici 1-ə yaxındır və 1-ə bərabərdir. Və 1-ə yaxın ən yüksək göstəriciyə malik olan ölkələr üçün biz bu xüsusiyyətləri bilməliyik. Yəni bu xüsusiyyətləri bilməyimiz vacibdir. Deməli onlarda orta ömür müddəti böyük olur, çox olur. Yəni orta ömür müddəti 85 yaş kimi qəbul edilənir və 85 yaşdan çox olur. Ümumi daxili məhsulun adam başına düşən payı 40.000 ABŞ dollarına yaxın olur ki, hazırda bu 75.000 ABŞ dolları kimi götürülür. Yaşlı əhalinin savadlılıq səviyyəsi 100% olur, yəni maksimum nəticə olur. Və bu göstəricilərə görə 2020-ci ildə Norveç ön plana çıxmışdır ki, burada da insan inkişaf indeksi 1000-də 953 kimi götürülmüşdür ki, bu da 1-ə yaxın idi. Ən aşağı göstəricisi isə 0-a bərabərdir və 0-a yaxın olan göstəricilər götürülür. Burada orta ömür müddəti çox azdır. 25 yaşdır. Çünki insanların həyat səviyyəsi pis olduqda insanların yaşayış səviyyələri də, həyatları da, ömür müddətləri də aşağı düşür. Dəyərli yoldaşlar. Deməli və biz daha sonra ümumi daxili məhsulun adam başına düşən payı cəmi 100 ABŞ dollarına bərabər olur və 100 ABŞ dollarından da az olur. Yaşlı əhalinin 100% savadsız olur. Bu göstəricilərə görə isə dünyada ən sonuncu ölkə Niger seçilmişdir və Nigerin bu göstəricisi, dəyərli yoldaşlar, 1000-də 354-ə bərabər idi. Deməli, insan inkişaf indeksini hesablayarkən biz necə hesablayırıq bunu? Faktiki göstəricidən minimum göstəricini çıxırıq, daha sonra maksimum göstəricidən minimum göstəricini yenidən çıxıb, faktiki göstəricidən minimumu çıxarkən aldığımız rəqəmi maksimumla minimum arasındakı fərqə bölürük. Deməli, daha sonra burada biz əsasən, dəyərli yoldaşlar, hissə-hissə hesablamadan istifadə eləməliyik. Deməli, biz bilməliyik ki, BMT tərəfindən götürülən minimum orta ömür müddəti 25 yaşa bərabərdir və maksimum orta ömür müddəti isə 85 yaşa bərabərdir. Deməli, ümumi daxili məhsulun adam başına düşən payına görə hesablayarkən maksimum 40.000 ABŞ dolları, minimum 100 ABŞ dolları olaraq müəyyən edilir. Təhsil səviyyəsi isə maksimum 100%, minimum 0% kimi müəyyən ediləcək. Və savadlılıq göstəricisini biz hesablayarkən əhalinin savadlılıq səviyyəsini, faizini 100%-ə bölürük. Təhsil alanların da faizini təzədən 100%-ə bölürük. Və təhsil indeksini hesablayarkən savadlılıq səviyyəsinin 3-dəki hissəsini tapıb, təhsil alanlarınsa 3-də 1 hissəsini tapıb toplayırıq, dəyərli yoldaşlar. Və nəticədə insan inkişaf indeksində insanların uzunömürlük indeksini, daha sonra ümumi daxili məhsulu, daha sonra insanların təhsil indeksindən aldığımız göstəriciləri toplayıb və ədədi ortaların, yəni 3-ə bölərək insan inkişaf indeksini tapırıq. Və insan inkişaf indeksi hər ölkədə fərqli olduğundan həm də biz nə görəcəyik, əziz yoldaşlar? Bu göstəricilərin hər il və tez-tez dəyişdiklərini müşahidə edə biləcəyik. Deməli, ölkələr də insan inkişaf indeksini artırmaq üçün hər il sosial proqramlar həyata keçirdərək bu göstəricini daha da artırmağa çalışırlar.
Deməli biz bilməliyik ki, bayaqları dedik ki, insan inkişaf indeksi 0 və 1 arasında dəyişir. 0,8-dən yuxarı, yəni 0,8 ilə 1-in arası daha yüksək. 0,5 ilə 0,8-in arası orta göstərici. 0,5-dən aşağı isə aşağı göstəriciyə və yaxud geridə qalmış ölkələrə şamil olunur. Deməli biz insan inkişaf indeksinə görə ən yüksək pillələrdə qərarlaşan 5 ölkəni desək, bunlar Norveç, İrlandiya, İsveçrə, İslandiya və Almaniyadır, dəyərli yoldaşlar. İlk 5'lik və son 5'liyi desək, bunlar Malawi, Efiopiya, Gambiya, Sudan və Haiti kimi ölkələr olmuşdur, əziz yoldaşlar. Deməli, daha sonra biz Azərbaycan Respublikasında bilməliyik ki, Azərbaycan Respublikasından əsasən 1995-ci il və 2020-ci illər arasında ölkəmizdə insan inkişaf indeksi hər il artmış və bunun günün özündə də artmaqdadır və 1612-dən 1756-ya çatmışdır və ölkəmiz həyat səviyyəsinə görə orta ölkələr qrupunun ən yüksək pillələrində qərarlaşmışdır. Hətta Azərbaycan Respublikası Vietnam, İndoneziya, Filippin, Pakistan, Yamayka, Venezuela, daha sonra Misir, Mərakeş, Əlcəzair, Car, Tunis kimi ölkələri də qabaqlamışdır. Deməli, dəyərli yoldaşlar, biz əsasən insanların həyat səviyyəsinə görə, ümumi daxili məhsulun payına görə, onların adam başına düşən hissələrinə görə, ümumiyyətlə bu göstəricilərə görə dünya dövlətlərini iki qrupa böləcəyik. Var inkişaf etmiş ölkələr, var inkişaf etməkdə olan ölkələr. Deməli biz inkişaf etmiş ölkələrdən danışacağıq. İnkişaf etmiş ölkələr özlərində dünya əhalisinin 15%-ni, yəni dünyada əhalinin 15%-i inkişaf etmiş ölkələrdə yaşayır. Sənayinin 60%-i böyük bir göstəricidir və kənd təsərrüfatının 40%-i inkişaf etmiş ölkələrin payına düşür. Deməli, inkişaf etmiş ölkələr adam başına düşən ümumi daxili məhsulun həzminə görə, həyat səviyyəsinə görə, insan inkişaf indeksinə görə inkişaf etməkdə olan ölkələri qabaqlayır və inkişaf etmiş ölkələrin əksəriyyəti əsasən Qərbi Avropada cəmlənmişdir. Qərbi Avropa regionunda cəmlənmə ilə yanaşı biz Şimali Amerikada Kanadanı, Amerika Birləşmiş Ştatlarını görəcəyik inkişaf etmiş ölkələrdən. Daha sonra Asiyada Yaponiyanı, Cənubi Koreyanı, Singapuru, İsraili və Kipr Respublikasını görə bilərik. Xüsusən Avstraliya ittifaqını da inkişaf etmiş ölkə kimi tanımalıyıq, əziz yoldaşlar. Deməli, Qərbi Avropanın bəzi cırtdan dövlətləri vardır ki, bunlardan məsələn San Marinodur, Monacodur, Andorradır, Liechtensteindir, Maltadır, Vatikandır. Bunların da ümumi daxili məhsulları az olsalar da əhalinin gəlir səviyyəsinə, ümumi daxili məhsulun adam başına düşən payına görə biz bu ölkələrdə inkişaf etmiş ölkələrə aid eləyəcəyik. Yəni cırtdan ölkələrdə inkişaf etmiş ölkələr kimi tanımalıyıq. Qərbi Avropanın cırtdan ölkələrini, əziz yoldaşlar. Daha sonra yoldaşlar, ümumi daxili məhsulun adam başına düşən payına görə inkişaf etmiş ölkələrin içərisində bəzi orta göstəriciyə malik ölkələr də var. Bu ölkələr hansılardır? Deməli biz bunları tanımalıyıq ki, bu ölkələr İspaniya, Portuqaliya və Yunanistandır. Əsasən inkişaf etmiş ölkədirlər, amma orta göstəriciyə malikdirlər. Deməli, dəyərli yoldaşlar, daha sonra müstəmləkə dövründə İngiltərədən köçmə əhalinin hesabına formalaşmış dövlətlər ki var. Bunlar köçürmə kapitalist ölkələr adlanır. Köçürmə kapitalist ölkələr biz bilməliyik ki, hansılardır? Bunlar əsasən Kanadadır,
Amerika Birləşmiş Ştatlarıdır. Daha sonra Avustraliya İttifaqıdır və Yeni Zelandiyadır. İsrail sonra car hesab olunur. Deməli bunlar əsasən İsraili çıxsaq, əziz yoldaşlar, digəri keçmiş İngiltərə müstəmləkələr və İngiltərədən köçmə hesabına yaranmış ölkələrdir. Deməli biz biləcəyik ki, bir daha təkrar edirəm, Kanada, ABŞ, daha sonra Yeni Zelandiya, Avustraliya İttifaqı, İsrail və qismən də Cənubi Afrika Respublikası, car, bunlar köçürmə kapitalist ölkələr sayılır. Deməli, inkişaf etmiş ölkələrin hamısının ümumi cəhəti var və bu ümumi cəhətləri biz sadalasaq, deməli, əsasən onların iqtisadiyyatları ithal xammalı əsaslanır. Burada bəzi istisnalar da vardır ki, məsələn, Kanadanı, Amerika Birləşmiş Ştatlarını, Cənubi Afrika Respublikasını və Avstraliya İttifaqını çıxmalıyıq. Bunların sənayesi əsasən ithal xammala əsaslanmır və ithal xammala əsaslanmamağının səbəbi odur ki, əziz yoldaşlar, bunların əraziləri genişdir, böyük bir coğrafiya sahiblər və bunların geoloji quruluşu mürəkkəbdir deyə təbii faydalı qazıntılar geniş yayılıb. Amma digər inkişaf etmiş ölkələr isə sənayələrini xaricdən və digər dövlətlərdən, xüsusən inkişaf etməkdə olan dövlətlərdən aldıqları xam malın hesabına ödəyirlər. Deməli, əhalinin təbii artımının müasir tipi xarakterlidir bu ölkələrdə. Yəni, əhalinin təbii artımı zəifdir, dəyərli yoldaşlar. Daha sonra əziz yoldaşlar, biz nə müşahidə edəcəyik burada? Deməli, urbanizasiyanın səviyyəsi yüksəkdir. Yəni, burada şəhər əhalisinin payı çoxdur. Əhalinin çox hissəsi kəndlərdə deyil, şəhərlərdə yaşayır xüsusən. Təsərrüfatın ərazi strukturunun çox mərkəzli tipi səciyyəvidir. Burada əsasən təsərrüfat bir sahə üzrə deyil də, bir neçə sahə üzrə ixtisaslaşıb. Yəni, ölkə ərazisinin hər bir hissəsi təsərrüfatın müəyyən istiqamətinə xidmət eləməkdədir. Və təsərrüfat və maliyyə əsasən, dəyərli yoldaşlar, transmilli korporasiyaların və transmilli birliklərin əlində cəmləşib. Daha sonra təsərrüfatın sahəvi strukturunda qeyri-maddi istehsal sahələrinin payı xüsusən geniş yer tutur, əziz yoldaşlar, və sonra isə biz bilməliyik ki, əsasən maddi istehsalın sahəsində emal edici, yəni təkcə faydalı qazıntıların çıxarılması deyil, faydalı qazıntıların işlənməsi, onlardan yeni sənaye məhsullarının alınması və kənd təsərrüfatında intensiv heyvandarlıq böyük paya malikdir. Bunlardan əsasən deməliyik ki, biz inkişaf etmiş ölkələrdə heyvandarlıq geniş yayılmışdır. Əkinçiliyin isə geniş yayıldığı inkişaf etmiş ölkələr hansılardır? Bunlar Yaponiya, İtaliya, İspaniya, Portuqaliya və Yunanistandır. Bunlarda təbii coğrafi şəraitə əsasən əkinçilik, bitkiçilik, yəni daha çox inkişaf eləmişdir. Deməli, inkişaf etmiş ölkələrdə həyat səviyyəsi, əhalinin həyat səviyyəsi yüksəkdir, əziz yoldaşlar, və inkişaf etmiş ölkələrin ekoloji vəziyyətləri də nisbətən nədir? Ekoloji vəziyyətləri də nisbətən sabitdir. Deməli, müasir dövrdə inkişaf etmiş ölkələr Avropa, Amerika Birləşmiş Ştatları və Yaponiya olaraq əsasən 3 əsas mərkəzə ayrılır. Bunlardan Amerika Birləşmiş Ştatları dünya iqtisadiyyatının lideridir və həm də siyasi cəhətdən dünyada əsas fiqur hesab olunur. Deməli, biz inkişaf etmiş ölkələri tanımalıyıq. Bunlardan ilk öncə ən güclüsü ABŞ-ı bilməliyik, paytaxtı Washington şəhəri. Daha sonra Yaponiyanı tanımalıyıq, paytaxtı Yaponiyanın Tokyo şəhəri. Daha sonra biz Almaniyanı tanımalıyıq. Almaniya, paytaxtı Berlin şəhəri. Daha sonra
Böyük Britaniyanı tanımalıyıq. Böyük Britaniyanın paytaxtı London şəhəri. Daha sonra Fransanı tanımalıyıq. Paytaxtı Paris şəhəri. İtaliyanı tanımalıyıq. Paytaxtı Tokyo şəhəri. Daha sonra biz Kanadanı tanımalıyıq. Paytaxtı Ottawa şəhəri. Daha sonra biz Niderlandı tanımalıyıq. Niderlandın paytaxtı Amsterdam şəhəri. Daha sonra Belçikanı tanımalıyıq ki, paytaxtı Brüssel şəhəri. Lüksemburg, paytaxtı Lüksemburg şəhəri. Daha sonra biz İsveçrəni tanımalıyıq. Paytaxtı Berin şəhəri, həm də dünyanın yeganə konfederasiyasıdır İsveçrə. Konfederasiya bir neçə dövləti müəyyən məqsəd uğruna yaratdığı dövlətdir. Daha sonra biz Avstriyanı tanımalıyıq, paytaxtı Viyana şəhəri. Daha sonra biz İsveç'i tanımalıyıq, paytaxtı Stockholm şəhəri. Daha sonra biz Danimarkanı tanımalıyıq, paytaxtı Kopenhagen şəhəri. Danimarka özü Jutlandiya yarımadasında yerləşir. Paytaxtı Kopenhagen isə Zelandiya adasında yerləşməkdədir. Daha sonra biz İslandiyanı tanımalıyıq. Paytaxtı Reykjavik şəhəridir və dünyanın ən təmiz paytaxtıdır. Göydələnlər yoxdur. İslandiya bir adada yerləşir və şimal mülayim işıqlanma qurşağında yerləşən vulkanik adadır. Daha sonra biz Norveç'i tanımalıyıq. Paytaxtı Oslo şəhəri. Daha sonra biz Finlandiyanı tanımalıyıq. Paytaxtı Helsinki şəhəri. Daha sonra biz İspaniyanı tanımalıyıq. Paytaxtı Madrid şəhəri. Portuqaliyanı tanımalıyıq. Paytaxtı Lissabon şəhəri. Daha sonra İrlandiyanı tanımalıyıq. Paytaxtı Dublin şəhəri. Daha sonra biz Yunanistanı tanımalıyıq. Paytaxtı Afina şəhəri. Daha sonra biz Avustraliya İttifaqını tanımalıyıq. Paytaxtı əsasən Canberra şəhəri. Daha sonra biz Yeni Zelandiyanı tanımalıyıq. Paytaxtı Wellington şəhəri. Daha sonra biz Carı tanımalıyıq. Cənubi Afrika Respublikasını. Deməli, Carın da paytaxtı Pretoria şəhəridir, dəyərli yoldaşlar. Daha sonra biz İsraili tanımalıyıq. Daha sonra Cənubi Koreyanı tanımalıyıq. Cənubi Koreya yarımadasında yerləşir. Paytaxtı Seul şəhəridir, əziz yoldaşlar. Daha sonra biz Singapuru tanımalıyıq. Deməli, Singapur balaca bir dövlətdir, lakin Malakka boğazında yerləşdiyi üçün həm də ada dövlətdir Singapur, yadınızda saxlayın. Və paytaxtı da məsələn Singapur şəhəridir və böyük inkişafa sahibdir. Daha sonra biz Aralıq dənizində Kipr dövlətini tanımalıyıq və paytaxtda Nikosiya şəhəridir. Bunlar dünyanın inkişaf etmiş ölkələridir. Deməli, biz yüksək həyat səviyyəsi görsək, qeyri-maddi istehsal görsək, əsasən Avustraliyanı, Carı, Kanada, ABŞ çıxmaq şərti ilə sənayələrin ithal xammalı əsasən qurduqları görsək, təhsil səviyyəsinin yüksək, orta ömür müddətinin yüksək olduğunu görsək, ümumi daxili məhsulun yüksək, adam başına düşən ümumi daxili məhsul payının yüksək olduğunu görsək, biz biləcəyik ki, bunlar inkişaf etmiş ölkələrdir. Deməli, daha sonra biz danışacağıq inkişaf etməkdə olan ölkələr haqqında. İnkişaf etməkdə olan ölkələr dünyada çoxluq təşkil eləyir və əksəriyyəti inkişaf etməkdə olan ölkələrdir. Və belə ki, ümumi daxili məhsulun həcminə görə yalnız ABŞ-dan geri qalan Çin də inkişaf etməkdə olan ölkədir. Məsələn, bu qrupa digər nəhəng güclü dövlətləri Braziliyanı, Argentinanı, Meksikanı, Rusiyanı, Türkiyəni aid eləyə bilərik inkişaf etməkdə olan ölkələrə. Bunların da inkişaf etməkdə olan ölkə kimi tanınmasının, xarakterizə edilməsinin səbəbi nədir? Çünki ümumi daxili məhsulun adam başına düşən payının nisbətən az olmasıdır. Amma bəzi inkişaf etməkdə olan ölkələr ki var, onların ümumi daxili məhsulu və adam başına düşən əsasən payı bir çox inkişaf etmiş ölkəni də qabaqlayıb keçir ki, bunlar əsasən ərəb ölkələrdir. Məsələn, varlı ərəb ölkələri Küveytdir, Qətərdir, Bəhreyndir və Birləşmiş Ərəb Əmirliklərini götürə bilirik. Və həm də inkişaf etməkdə olan ölkələrin içində dünyanın ən kasıb ölkələri də vardır ki, Somali, Haiti,
Sudan, Çad, Bangladeş kimi ölkələri götürə bilərik. Yəni inkişaf etməkdə olan ölkələrin sırası nisbətən rəngarəngdir. Deməli, inkişaf etməkdə olan ölkələri bir-biri ilə bağlayan onların ortaq cəhətləri vardır ki, onların iqtisadiyyatları əsasən aslı xarakter daşıyır. Yəni onlar digər dövlətlərdən iqtisadi baxımdan asıldırlar. Yəni onların sənayelerini əsasən hasilat sənayesi, faydalı qazıntının çıxarılması və satılması tutur. Yəni onların sənayeləri o qədər güclü inkişaf etmir ki, hazır sənaye məhsulu yaratsınlar. Bunlar təbii ki, bütün inkişaf etməkdə olan ölkələrə aid deyil və ölkələrin inkişaf səviyyəsini, iqtisadiyyatın inkişafını xüsusən əsasən təbii resursların həcminə görə müəyyən eləyirlər. Yəni təbii resurs nə qədər çoxdursa, həmin dövlətin iqtisadi inkişaf səviyyəsi bir o qədər çox sayılır inkişaf etməkdə olan ölkələrdə. Və əksər ölkələrdə maddi istehsalın başlıca sahəsini kənd təsərrüfatı, hasilat yüngül və yeni sənayesi tutur. Deməli, quraq və aqroiqlim cəhətdən zəif təmin olunmuş inkişaf etməkdə olan ölkələri çıxmaqla digər qalan bütün inkişaf etməkdə olan ölkələrin hamısında demək olar kənd təsərrüfatının aparıcı sahəsi bitkiçilikdir. Daha sonra demoqrafik vəziyyətin ikinci tipi üstündür. Yəni əhalinin təbii artımı çoxdur. Amma bunlardan bəzi istisnalar da var ki, məsələn Şərqi Avropa ölkələri, Ukrayna, Belarusiya bunları çıxmaq şərti ilə Rusiya, daha sonra Çin, Qazaxıstan, Kubanı və eyni zamanda Uruqvayı istisna eləyə bilərik ki, bunlar da təbii artımın birinci tipidir, ikinci tipi deyil. Sonra urbanizasiya səviyyəsi aşağıdır. Yəni bunlarda əsasən urbanizasiya səviyyəsi aşağıda deyəndə nəyi nəzərdə tuturuq? Şəhər əhalisinin payı azdır. Əsasən kənd əhalisinin payı çoxdur burada. Yəni əhalinin çox hissəsi kənddə yaşayır ki, deməli buna da biz bəzən yalançı urbanizasiya deyirik ki, kənddən şəhərə köçüb gələnlər kənd ətraflarında bəzən qeyri-qanuni şəkildə gecəqondularda yaşayırlar. Amma bəzi istisnalar yenə var burada. Məsələn, Şərqi Avropa ölkələri, Rusiya bunlarda yalançı urbanizasiya deyil. Bunlarda da şəhər əhalisinin payı çoxdur. Deməli, əksər ölkələrin təsərrüfatında tək mərkəzlilik üstündür. Yəni burada təsərrüfat əsasən bir sahədə cəmlənib və təsərrüfat polisentrik şəkildə, geniş şəkildə yayılmayıb, tək mərkəzlidir. Məsələn, Azərbaycana diqqət eləsək, təsərrüfatın bütün sahələri demək olar ki, cəmlənib Abşeronda. Və bunlarda inkişaf etməkdə olan ölkələrin əksəriyyətində ekoloji vəziyyət gərgindir, kəskin xarakter alıb. Deməli, dəyərli yoldaşlar, dediyimiz kimi inkişaf etməkdə olan ölkələr əsasən rəngarəngliklə seçilirlər. Yəni burada müxtəlif qruplar mövcuddur ki, biz bu qruplarda 5 hissədə yerləşdirəcəyik, yəni 5 qrupa böləcəyik. Deməli, birinci qrup yeni sənaye ölkələri, ikinci qrup da yeni sənaye ölkələridir. Birinci qrup yeni sənaye ölkələrinin birinci dəstəsi, ikinci qrup yeni sənaye ölkələrinin ikinci dəstəsidir. Deməli, birinci dəstəsinə əsasən Şərqi Avropa ölkələridir, Braziliyadır, Meksikadır, Türkiyədir, Çilidir. Bunlar aid edilir, dəyərli yoldaşlar və hətta BMT-nin rəsmi məlumatlarına əsasən, hətta bu ölkələr inkişaf etmiş ölkələr sırasında da göstərilir. Dediyimiz kimi Şərqi Avropanın əksər ölkələridir. Daha sonra biz orada deyəcəyik ki, Braziliyadır, Argentinadır, Meksikadır, Çilidir, Türkiyədir və s. Sonra yeni sənaye ölkəsinin ikinci dəstəsinə hansılar aiddir? Bunlar əsasən deməli dediyimiz kimi Çindir tanımalıyıq, paytaxtı Pekin şəhəri. Daha sonra biz orada Hindistanı tanımalıyıq. Deməli Hindistanın paytaxtı New Delhi şəhəri, Pakistanı tanımalıyıq, Pakistanın paytaxtı İslamabad şəhəri. Daha sonra İran, İranın paytaxtı Tehran şəhəri. Daha sonra biz Uruqvayı tanımalıyıq, dəyərli yoldaşlar. Deməli Uruqvay paytaxtı Montevideo şəhəri. Daha sonra ASEAN ölkələri, Cənub-Şərqi Asiya ölkələri qrupu. Bunlarda məsələn İndoneziya paytaxtı Jakarta, Malayziyanın paytaxtı Kuala Lumpur, Tayland paytaxtı Bangkok şəhəri. Daha sonra burada biz Kamboca, Phnom Penh şəhəri,
Deməli, daha sonra Filippin paytaxtı Manila şəhəri və sair bu dövlətləri biz əsasən tanımalıyıq. Və MDB ölkələrinin əksəriyyəti də bu qrupa daxildir. MDB müstəqil dövlətlər birliyidir və keçmiş postsovet ölkələrinin yaratdığı bir ittifaqdır. Bunlar Rusiyadır, Moskva şəhəri, Ukraynadır, Kiyev şəhəri, təbii ki, Ukrayna indi MDB-dən çıxıb, Belarusiyadır, Minsk şəhəri, daha sonra Latviya, Litva, Estoniya kimi ölkələr. Estoniyanın paytaxtı Tallin, Latviyanın paytaxtı Riga, Litvanın paytaxtı Riga, Latviyanın paytaxtı Vilnius. Daha sonra məsələn bunlardan Gürcüstan da çıxıb, paytaxtı Tiflis, Ermənistan paytaxtı Yerevan şəhəri, MDB ölkələrini deyirəm, Azərbaycan paytaxtı Bakı şəhəri. Deməli buradan Ermənistanın paytaxtı dedik İrəvan şəhəri, Qazaxıstan Astana, daha sonra məsələn Özbəkistan Daşkənd, Qırğızistan Bişkek. Bu dövlətləri qeyd eləyə bilərik MDB dövlətlərindən. Deməli, daha sonra əziz yoldaşlar, biz 3-cü qrupun ölkələrindən danışdıq da, deyəcəyik ki, bunlar zəngin təbii resursları, zəngin faydalı qazıntıları olan dövlətlərdir ki, bunlar da əsasən iri neft hasilatçılarından olan biz burada Səudiyyə Ərəbistanını tanımalıyıq. Səudiyyə Ərəbistanın paytaxtı Riyad şəhərini biz bilməliyik. Daha sonra biz oradan Birləşmiş Ərəb Əmirliklərini tanımalıyıq. Paytaxtı Əbu Dabi şəhəri. Daha sonra biz oradan deməli Küveyti tanımalıyıq. Elə paytaxtı Küveyt şəhəridir. Əl-Küveyt də deyilir. Daha sonra Bəhreyni tanımalıyıq. Əziz yoldaşlar, paytaxtı Manama şəhəri. Daha sonra Qətəri tanımalıyıq. Paytaxtı Doha şəhəri. Sonra orada sonra biz Liviyanı tanımalıyıq. Paytaxtı Tripoli şəhəri. Daha sonra boksit ehtiyatı ilə zəngin olan Yamayka şəhərini, Yamaykanı tanımalıyıq. Yamayka dövlətini və paytaxtı Yamaykanın Kingston şəhəri. Əziz yoldaşlar, daha sonra turizm ölkələrində məsələn biz Fijini tanımalıyıq. Əziz yoldaşlar, Barbadosu tanımalıyıq. Daha sonra Saint Lucia adalarını, Mərkəzi Amerika adalarını, deməli Saint Lucia adaları və sair kimi ölkələri də biz tanımalıyıq. Deməli bunlarda ümumdaxili məhsulun adam başına göstərisinə görə bu ölkələr bəzi inkişaf etmiş ölkələri də qabaqlayıb keçə bilər. Əziz yoldaşlar, deməli daha sonra biz nəyə diqqət eləyəcəyik orada? Daha sonra 4-cü qrup əsasən orta mövqe tutan ölkələrdir. Bunlara Latın Amerikasını, Şimali Afrikanın ölkələrini əsasən aid eləyə bilərik. Deməli burada Latın Amerikası anlayışı nədir, dəyərli yoldaşlar? Latın Amerikası dedikdə biz Amerika qitəsində Meksika daxil olmaqla cənubda yerləşən bütün Amerika qitəsinin ölkələrini götürəcəyik və yaxud da belə desək, Kanada və ABŞ istisna olmaqla digər Amerika qitəsinin ölkələri Latın Amerikası sayılacaq. Sonra bunlardan Şimali Afrikanın ölkələrinə əsasən, daha sonra bunlardan biz daha dəqiqliyi ilə desək Nigeriyanı, Qananı, Qvineyanı, Monqolistan kimi ölkələri götürəcəyik, paytaxtı Ulan Bator şəhəri. Deməli, sonra 5-ci qrup ölkələr isə adam başına düşən gəlirə görə kasıb ölkələrdir ki, bu ölkələr dünyanın 50-yə yaxın ölkəsi bu qrupda yerləşir. Məsələn, onlardan Afrika ölkələrindən Malidir, Çaddır, Nigerdir, Somalidir. Daha sonra Asiya ölkələrindən Əfqanistandır. Daha sonra məsələn Laosdur, Nepaldır, Yəməndir. Daha sonra biz orada məsələn dəyərli yoldaşlar Haitini deyə bilərik. Botswana kimi ölkələri deyə bilərik. Bunlara bəzən 4-cü dünya ölkələri də deyirlər. Bunlar kasıb ölkələrdir. Deməli Braziliya, əziz yoldaşlar, Braziliya paytaxtı Braziliya şəhəridir. Cənubi Amerika materikində, Amerika qitəsində yerləşir. Daha sonra Meksika Şimali Amerika materikində yerləşir, paytaxtı Mexico şəhəri. Daha sonra biz orada deyəcəyik nəyi? Sonra Hindistan yarımadasında paytaxtı New Delhi, Çini
paytaxtı Pekin şəhəri. Bunlar inkişaf etməkdə olan ölkələr sırasının əsas ölkələri hesab olunurlar və güclü potensiala malik ölkələrdir bunlar. Və ümumi daxili məhsullarının həcminə görə dünyanın ilk 20-liyində yer alırlar. Amma ümumi daxili məhsulun adam başına düşən payına görə isə bu dövlətlər inkişaf etməkdə olan ölkələr sırasında dururlar. Deməli, daha sonra biz nə deyəcəyik? Deməli, keçid dövründə olan ölkələr vardır ki, onlar son dövrdə müstəqillik əldə edən dövlətlər. Bunlar Ukrayna, Belarusiya, Qazaxstan, Özbəkistan keçmiş SSR-nin süqutu ilə və bunlarda xüsusən siyasi sistem dəyişib və bunlara məsələn Şərqi Avropanın Bolqarıstan, Rumıniya, Macaristan, Asiyanın keçmiş Monqolistan və daha sonra indiki sosialist dövlətlər, məsələn Çin, Koreya Xalq Demokratik Respublikası, Vyetnam, Laos. Deməli, bunların da paytaxtını sizə göstərsəm, Çinin paytaxtı Pekin şəhəri, Vyetnamın paytaxtı Hanoi şəhəri, Laosun paytaxtı Vyetyan şəhəri, sosialist ölkələrdən Şimali Koreya Xalq Demokratik Respublikasının paytaxtı Pxenyan şəhəri və orada sonra sosialist ölkə kimi Kubanı da göstərim, paytaxtı Havana şəhəri. Bunlar sosialist ölkələrdir. Deməli, bu dövlətlərə də biz keçid dövlətləri deyəcəyik. Deməli, son vaxtlar inkişaf etmiş ölkələrin və inkişaf etməkdə olan ölkələrin bir neçə qruplaşmaları yaranır. Məsələn, inkişaf etməkdə olan ölkələrin əsasən biz BRICS qruplaşmalarını görəcəyik, əziz yoldaşlar. Deməli, BRICS təşkilatına aid olan dövlətlər əsasən hansılardır? Bunlar məsələn Braziliyanı, Rusiyanı, Hindistanı, Çini və Carı nümunə kimi göstərə bilərik. Bu dövlətlərin paytaxtlarını və ərazilərini təkrarən göstərirəm sizə. Deməli, Braziliya, paytaxtı Braziliya şəhəri, daha sonra Rusiya, paytaxtı Moskva şəhəri. Rusiyada biz bilməliyik ki, dünyanın ərazisinə görə ən böyük dövlətidir və Rusiyanın iki qitədə biz yerləşən dövlət kimi götürəcəyik. Əsas hissəsi Asiyada, qalan hissəsi isə Avropada və paytaxtı Moskva şəhəri Rusiyanın Avropa hissəsində yerləşir. Daha sonra biz Hindistanı biləcəyik, paytaxtı Yeni Dehli şəhəri, Çini bilməliyik, paytaxtı Pekin və Cənubi Afrika Respublikasını bilməliyik ki, paytaxtı Pretoria şəhəridir. Əziz yoldaşlar, deməli, bu ölkələr zəngin mineral ehtiyatlarına və kənd təsərrüfatı məhsullarına, ucuz işçi qüvvəsinə və intellektual resurslara malikdirlər. Deməli, daha sonra burada nəyi göstərmək istəyirəm? Deməli, daha sonra nəyi göstərmək istəyirəm sizə əziz yoldaşlar? Ümumi daxili məhsul və milli məhsul məsələlərinə aid nümunə göstərmək istəyirəm.
Deməli, biz orada qeyd eləmişdik. Ümumi daxili məhsul dedikdə nə nəzərdə tutulur? Əsasən ÜDM kimi biz nəzərdə tutacağıq, əziz yoldaşlar. Ümumi daxili məhsul biz dedikdə bilməliyik ki, ölkə daxilində istehsal olunan əsasən milli məhsul və daha sonra ölkə daxilində istehsal olunan xarici məhsul. Deməli, ölkə daxilində istehsal olunan milli məhsulla ölkə daxilində istehsal olunan xarici məhsulu topladıqda biz nə almış olacaq? Ümumi daxili məhsulu almış olacaq. Ümumi milli məhsul dedikdə isə biz əsasən nəyi nəzərdə tutmalıyıq? Ümumi milli. Deməli, yoldaşlar, ümumi milli məhsul ölkə daxilində istehsal olunan milli məhsul və ölkə xaricində istehsal olunan milli məhsul. Deməli, indi bunların hamısına mən bir altdan yazacağam. Ölkə daxilində və ölkə xaricində. Yəni burada hər ikisi milli məhsul olmalıdır və biri ölkə daxilində, digəri isə ölkə xaricində istehsal olunur. Deməli, ÜDM isə, ümumi daxili məhsul isə ölkənin daxilində istehsal olunan milli məhsul. Ölkənin daxilində istehsal olunan milli məhsul və ölkənin daxilində istehsal olunan nəyi biz görmüş olacağıq? Ölkənin daxilində istehsal olunan xarici məhsulu görmüş olacaq. İndi yoldaşlar, deməli biz ümumi daxili məhsulda ölkə daxilində istehsal olunan milli məhsula X desək və ölkə daxilində istehsal olunan xarici məhsula Y desək, ümumi milli məhsulda ölkə daxilində istehsal olunan milli məhsula bayaq X demişdik. Bu da X-dir. Ölkə xaricində istehsal olunan milli məhsula isə Z deyə müraciət eləyə bildik. Deməli, tutalım bizə deyir ki, ölkə daxilində istehsal olunan məhsulun həcmi, ölkə daxilində istehsal olunan məhsulun həcmi. Yəni, tutalım ki, X-in həcmi bizə deyir ki, məsələn, 20 milyard dollardır. 20 milyard dollar. $20 və ümumi daxili məhsulunsa həcmi, ümumi daxili məhsulun həcmi, ÜDM-nın həcmi isə məsələn bizə deyir ki, $50 milyard. 50 milyard dollar. Deməli, burada, bax, bunu yenə qeyd edirəm, bunu Y eləyək. Çünki buna deyək, biz ölkə daxilində istehsal olunan xarici məhsulun həcmi 20 milyard dollar, ÜDM-nın həcmi 50 milyard dollardır. İndi bizə deyir ki, ölkə xaricində istehsal olunan milli məhsulu isə ölkə xaricində, bu ölkə xaricində istehsal olunan milli məhsulu da biz Z kimi göstərmişdik. Ölkə xaricində istehsal olunan isə milli məhsul 30 milyard dollardır və bizdən soruşur ki, ümumini neyinin, ümumi milli məhsulu tapın. İndi deməli, diqqət eləsək biz, ümumi daxili məhsul nə qədər idi? 50 milyard dollar. Bax, yerinə qoyuruq. Ümumi daxili məhsul 50 milyard dollardır. Və ümumi daxili məhsul nələrin cəmi idi? Ölkə daxilində milli məhsulla ölkə daxilində xarici məhsulun miqdarının cəmi idi. Deməli, burada biz bilirik ki, ölkə xaricində istehsal olunan məhsulun həcmi nə qədərdir? 20 milyard dollar. Amma biz ölkə daxilində istehsal olunan məhsulu bilmirik. Deməli, ölkə daxilində də istehsal olunan məhsula nə demişdik biz? X. Buradan avtomatik biz biləcəyik ki, ölkə daxilində istehsal olunan milli məhsulları nəyə bərabərdir? 50-dən 20 milyarda çıxanda biz alacağıq 30 milyarda və deməli, artıq biz bilirik ki, ölkə daxilində istehsal edilən milli məhsulun həcmi 30 milyarddır və burada da biz bilirdik ki,
ölkə xaricində istehsal edilən milli məhsulun həcmi isə 30 milyarddır. Və biz bilirik ki, ümumdaxili məhsul, ümummilli məhsulu tapmaq üçün ölkə daxilində istehsal edilən milli məhsulla ölkə xaricində istehsal edilən milli məhsulu toplamalıyıq. İndi biz buradan ölkə daxilində istehsal edilən məhsulu 30 milyard dollar tapdıq və ölkə xaricində istehsal edilən məhsulu isə, milli məhsulu isə 30 milyard dollar tapdıq. Deməli bunların hər ikisini nə edəcəyik biz? Yerlərinə qoyaraq toplayacağıq və bu zaman nə əldə eləmiş olacağıq? Əziz yoldaşlar, ümummilli məhsul olacaq 60 milyard dollar. Deməli bunu da tapmış olacağıq. Deməli daha sonra sonra biz nəyi bilməliyik, əziz yoldaşlar? Deməli, məsələn, bizə güvən testindən bir testi yazar. Bizə deyir ki, gözlənilən orta ömür müddəti ölkə üzrə 69,8 ilə bərabərdir. Orta ömür müddətimiz olsun bu. Daha sonra ümumi daxili məhsulun adam başına düşən həcmi 16.800 dollara bərabərdir. 16.800 dollara bərabərdir ABŞ dollarına. Və əhalinin yaşlı hissəsinin savadlılıq səviyyəsini 82,9%, 82,9%-dir. Dəyərli yoldaşlar, 82,9%-ə bərabərdir. Təhsil alanların payı isə 68,9%-ə bərabərdir. Deməli, qeyd edirəm, gözlənilən orta ömür müddəti, deməli, orta ömür müddəti, deməli, üdumunun adam başına düşən həcmi, ümumi daxili məhsulun adam başına düşən həcmi, həcmini qeyd edirik, ümumi daxili məhsulu. Daha sonra savadlılıq səviyyəsi, daha sonra isə təhsil alanların payını qeyd edirik. Deməli, daha sonra biz ümumi daxili məhsulu hesablayarkən, üzr istəyirəm, insan inkişaf indeksini hesablayarkən biz nə etməliyik, əziz yoldaşlar? Deməli, biz demişdik ki, ilk öncə biz nəyi tapmalıyıq, əziz yoldaşlar? Orta ömür müddəti, gözlənilən orta ömür müddəti. Deməli, ilk öncə orta ömür müddətini taparkən faktikdən, yəni hal-hazırda göstərilən orta ömür müddətindən çıxacağıq minimum orta ömür müddətini, onu da böləcəyik maksimumla minimumun fərqinə. Deməli, orta ömür müddətini biz 69,8 yaş olaraq bilirik. Orada biz dediyimiz kimi C faktikdən çıxırıq orta ömür müddətinin minimumu, onu da bölürük maksimumla minimumun fərqinə. Deməli, faktiki olaraq göstərilən 69,8-dir. Yəni, bizdə testdə hal-hazırda verilən. Və minimum dedik ki, BMT tərəfindən neçə qeyd alınıb? 25 yaş qeyd alınıb. Faktikidən biz minimumu çıxdıq. Daha sonra onu böldük. Nəyə? Əziz yoldaşlar. Maksimumda dedik ki, BMT tərəfindən neçə qeyd alınıb? 85. Və 85-dən də çıxacaq nəyi yenə? Minimumu çıxacaq. Deməli, bunları da bir-birinə çıxıb bölərkən cavabımız alınacaq nə? Qeyd edirik bura. 0,746 eləyəcək. Bu tapşırıq güvəndə də qeyd olunub. Diqqət eləyə bilərsiniz. 0,746-ya bərabərdir, əziz yoldaşlar. Deməli, orta ömür müddətində payı tapdınız, dəyərli yoldaşlar. Daha sonra biz burada orta ömür müddətini tapandan sonra, əziz yoldaşlar, biz burada nəyi tapacağıq?
Deməli, artıq biz indi ümumi daxili məhsulun adam başına düşən payını tapmalıyıq. Burada da eyni qaydada hesablama edirik. Faktikidən minimumu çıxırıq, maksimumdan minimumu çıxır, yəni bölürük. Deməli, faktiki nə qədərdir? Burada ümumi daxili məhsulun adam başına düşən payı 16.800 dollara bərabər. Düzdürmü? 16.800 dollara bərabərdir və bu 16.800 dollardan faktikidən biz minimumu çıxırıq. Minimum BMT tərəfindən dediyi adam başına düşən nə qədər qəbul olunmuşdu? 100 dollar. Deməli, maksimum nə qədər qəbul olunmuşdu? 40.000 dollar. İndi maksimumdan da yenə minimumu çıxacaq. 40.000 minimumu yenə çıxırıq. Maksimumdan minimuma çıxırıq, əziz yoldaşlar. Deməli, burada da cavab eləyəcək 0,418 0,418. Deməli, bunu da tapdıqdan sonra, daha sonra biz nəyi hesablayacağıq? Əziz yoldaşlar, təhsil səviyyəsini hesablayacağıq. Və təhsil səviyyəsini hesablayarkən göstərilən faizləri biz 100-ə bölüb, 100-ə böldükdən sonra da ən nəhayətində nə etməliyik? Onların 1/3 və 1/2 hissəsini tapıb toplamalıyıq, əziz yoldaşlar. Deməli, biz burada əsasən yaşlı əhalinin savadlılıq səviyyəsini bölürük 100-ə. 100-ə böldükdə bunu nə qədər eləyəcək? 1000-829 və onu da vurmalıyıq neçəyə? 3/1 hissəsinə, 3/2 hissəsinə, çox üzr istəyirəm, vuracağıq. Deməli, 3/2-yə vuracağıq 1000-829-u 1000-829-u və toplayacağıq, üstə gələcəyik. 3/1-ə də vuracağıq nəyi? Təhsil alanların payının yüzdə hissəsini, yəni 68,9 da böləcəyik 100-ə, eləyəcək 1000-689 xəttimə görə üzr istəyirəm. Kompüterdə çətin biraz yazma. 1689 əziz yoldaşlar. Deməli, bunların da hissəsini tapanda 0,1781 eləyər. 0,781-ə bərabər olacaq dəyərli yoldaşlar və indi bunları tapdıq. Deməli, indeksin orta ömür müddətini, indeksin ümumi daxili məhsulunu, daha sonra indeksin təhsil səviyyəsini və bunları da dedik ki, nə edəcəyik? Toplayacağıq, ədədi hissələrinə böləcəyik. Deməli, 1000-746-nın əziz yoldaşlar, 1000-746-nın üzərinə gələcəyik. 1000-418-i 1000-418-i üzərinə gələcəyik 1000-781-i 1000-781-i və bunları da böləcəyik ədədi ortasına, yəni 3-ə. Və toplayıb böldükdən sonra cavabımız alınacaq 1648. 1648. Deməli, biz demişdik ki, 0,5 ilə 0,8 arasında olan göstərici orta paya malikdir və aldığımız dövlətin də insan inkişaf indeksinə görə göstəricisi orta yerlərdə olacaq. Həyat səviyyəsi ortada olan ölkələr qrupuna. Deməli, dediyimiz kimi, dəyərli yoldaşlar, bu göstəricilərin hər birində yenidən təkrar edirəm. Faktikidən minimumu çıxacağıq, böləcəyik maksimumla minimumun arasındakı fərqə və bunların hər birini bu qaydada tapdıqdan sonra, amma təhsil səviyyəsini necə tapırıq? Deməli, burada savadlılıq səviyyəsinin bölürük 100-ə, vururuq 3/2-yə, daha sonra üstünə gəlirik, təhsil alanların payını da bölürük 100-ə, vururuq 3/1-ə, bunları toplayırıq.
və bunların hər üçünün göstəricilərini tapdıqdan sonra bunları toplayırıq və bunların nəyini alırıq? Ədəd ortasına bunları toplayandan sonra bölürük və aldığımız rəqəm, məsələn burada 1648 yuvarlaqlaşdıranda 0,7 eləyir. Biz də demişdik ki, göstəricilər 0,5-dən aşağı olsa həyat səviyyəsi aşağı ölçələr qrupu, 0,5 ilə 0,8-in arası olsa orta səviyyəli ölçələr qrupu, 0,8-dən də 1-ə qədər olsa həyat səviyyəsi yüksək ölçələr qrupuna aid ediləcək.